Bakının Nəsimi rayonunun böyük bir hissəsi atom bombası qədər gücə sahib enerji bombasının qurbanları siyahısındadır. Ölüm özü də faciəli ölüm hər an gələ bilər. Normadan artıq yağan yağışın əsarətinə çevrilən Bakının ani bir qığılcımla yanıb külə dönməyəcəyinə kim təminat verir? Azərişığın rəhbəri Vüqar Əhmədov, Azərişığın sədr müavini Ramil bəymi, Azərişığın hüquqşünası Arif bəymi, sədrin müşaviri Qədir bəymi. Azərbaycanın nə qədər həssas bir dönəmdən keçdiyini hər kəs bilir. Ölkəni parçalamaq, xaosa sürükləmək istəyən xarici şeytanların və onların ölkəmizdəki dırnaqarası səfirliklərinin məqam, fürsət gözlədiyini, diş qızardığını görməmək mümkün deyil. Bütün bunları açan, məlumat verən Bəhram Allahverdiyevin Nəriman rayon məhkəməsi hakimi Xalidə Əlisoy 1000 manat cərimə edir ki, sus, otur yerində. Sən deyil, Xoy Surxay haqlıdır. Bəhram kişini təhqir və şərəf ləyaqətinin alçaldırması ilə bağlı xüsusi tam qaydasında məhkəməyə verən Ocaqov Surxay qalib gəlir. O Surxay ki, bütün bu cinayətlərin icraçısıdır. O Surxay ki, etdiyi qanun pozuntularına görə işdən uzaqlaşdırılmış və sonradan nəsirsə yenidən Nərimanov rayon enerji şəbəkəsi idarəsinə baş mühəndis təyin edilmişdir. Birinci instansiya məhkəməsinin də Gültəkin Əsədova işi qəbul etmir, Surxay Bakı Apellyasiya məhkəməsinə müraciət edib, işi yenidən Nərimanov rayon məhkəməsinə qaytarır. Bəhram kişinin bütün real faktları ortaya qoymasına baxmayaraq hakim Xalidə Əlisoy onları araşdırmaq, hadisə yerinə baxış keçirmək əvəzinə qərəzli bir tərəfli qaydada hökm oxumaqla təkcə Bəhram Allahverdiyevi cərimə cəzasına məhkum etmir. Yüz minlərlə Bakı sakininin taleyini sual altında qoyur. Əfsuslar olsun ki, 5-ci kolonun sifarişi yerinə yetirilir və Xoy Surxay nəinki cinayət məsuliyyətinə cəlb edilmir, hətta bu gördüyü cinayətlərin fonunda 1000 manat mükafatlandırılır. Bura Azərbaycandır, haqqı deyənlərin dilini kəsirlər. Xalqa xəyanət, dövlətə xəyanət, ölkə başçısına xəyanət təkcə xaricdə yox, ölkədə baş verir. Bir gün başın sağ olsun Bakı sözünü deyəcəyimizdən çox, lap çox qorxuram.